Salam, Heydər Babaya Salam poemasının həm məzmun, həm də təhlil hissəsinə baxaq. Heydər Babaya Salam bilirik ki, poema janrında yazılıbdır. Təkkiyə olmadığı üçün lirik poema sayılır. İki hissədən ibarətdir. Birinci hissə daha çox romantik, ikinci hissə isə daha çox realist səciyyə daşıyır. Birinci hissə 76 bənddən, ikinci hissə isə 49 bənddən ibarətdir. Lakin poema ixtisarla verildiyi üçün biz bu bütün bəndlərin hamısını burada görə bilmirik. Əsər heca vəznində yazılmışdır və dili daha çox xalq danışıq dilinə daha çox yaxındır. Anlaşıqlı dildədir, sadə formada yazılmışdır və Şəhriyarın ana dilində yazdığı ilk poeması sayılır. Deməli, poemanın bəndlərinin qafiyə quruluşuna gəlin baxaq. Baxırıq ki, burada şaxanda, axanda, baxanda, yəni burada A, sonra el-üzə, dil-üzə, B, elə digər bəndlərdə belədir. Yəni ilk üçü bir qafiyələnir, ikisi də bir qafiyələnir. Bu şəkildə yadınızda saxlaya bilərsiniz. A, bu şəklində. Bölgüsü isə 4, 3 şəklində olacaq. Heydər Baba 4, İldırımlar 4, Şaxanda 3. Bu şəkildə, bölgü də bu şəkildə gedəcək. Yəni 5'lik olsa da müxəmməs deyil amma. Daha sonra Heydər Babaya Salam poemasının ümumiyyətlə yazılma səbəbi var. Yazılma səbəbi nədir? Birinci səbəb odur ki, anasının sözləri. İkinci səbəb də uşaqlıq illərində birgə oynayıb əyləndiyi insanların deməli, zövqünü oxşayan parçalar yaratmaq arzusuydu. Lakin bu səbəblərin heç birisi poemanın özündə qeyd edilməyibdir. Sonra sanki bu poemada Şəhriyar illərlə ürəyində yığılıb qalan o deməli arzusu, kədəri hər birisini bu poemada əks etdirmişdi. Süjet xətti yoxdur. Deməli, deyə bilmərik ki, əsərin hər bir hissəsində nikbin ovqat var. Çünki bəzilərində nikbin, bəzilərində isə baxırıq ki, kədərli notlara da yer veribdir. Daha sonra nə var idi burada? Deməli, əsərdə poemada ümumiyyətlə bəzən testlərə düşür, sürgün illərindən ümumiyyətlə bəhs edilməyibdir. Poemanın mövzusu ümumiyyətlə Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın həyatıdır, amma bununla əlavə yəni bir çox məsələlərə toxunulubdur poemada. Vətənin gözəlliyi, Novruz adət-ənənələri, ailəsi haqqında məlumat, sonra milli azadlıq mübarizəsi, ikiyə bölünmüş vətənin acı taleyi, sonra kənd uşaqlarından, o əyləndiyi uşaqlardan, o kənddə gördüyü insanlardan, ictimai-siyasi məsələlər və bir çox başqa bir məsələlər də görə bilirik poemada. Başqa, gəlin burada balaca bir təhlil hissəsi var kitabın özündə. Bir dənə ona da baxaq. Bir dəqiqə. Niyə getmədi? Deməli, burada kitabın öz hissəsində də təhlil hissəsi verilib. Deməli, deyir ki, mətni oxuyun, tapşırıqları yerinə yetirərək oradakı fikirlərdən faydalanın. Əsər deyir, nəinki Azərbaycan, eləcə də dünya ədəbiyyatında lirik poemanın nadir incələrindən biridir. Uşaqlıq illərini Heydər Baba dağın ətəklərində, Xoşgünab, Şəngilova, Qayşı, Qurşaq, Qaraçəməndə keçirən Şəhriyarın hafizəsində bu yerlərlə bağlı xatirələr silinməz iz buraxmışdı. Deməli, bu yerlərlə keçirdiyi xatirələr onun yaddaşında silinməz izlər buraxıbdı. Bu torpağın əsrarəngiz təbiəti, xalq həyatının ayrı-ayrı məqamları, insanları, unudulmaz teması, müxtəlif hadisələr şairin yaddaşına həkk olunmuş, illər sonra poemada bədii lövhələrə çevrilmişdi. Yəni, o gördüyü insanları illər sonra poemasında əks etdirmişdi. Əsər ana dilimizin möhtəşəmliyini təsdiq edən poetik abidədir. Şifa xalq ədəbiyyatının ruhu, xalqı, etnoqrafiyasına məxsus cizgilər və canlı xalq dili bir-birinə qovuşmuş, nəticədə təkrar olunmaz, gözəlliyi ilə seçilən ölməz sənət əsəri meydana gəlmişdir. Bənzərsiz bədii təsvir və ifadə vasitələrindən orijinal tərzdə istifadə olunan poemanın poetik qüdrətini artıran amillərdəndir.
Deməli, bədii təsvir və ifadə vasitələri də deyir poemanın qüdrətini artıran amillərdəndir. Əsərlə bağlı tapşırıqlarını yerinə yetirərkən nəzərə deyilənlər deyir nəzərə alın. Yaxşı, indi gəlin keçək əsərin ümumi mövzusuna, məzmunu ilə bağlı hadisələrə baxaq. Heydər baba, ildırımlar şaxanda, sellər sular şaqqıldayıb axanda, qızlar ona səhv bağlayıb baxanda, salam olsun şöfqəti üzə, el üzə, mənim də bir adım gəlsin dilimizə. Deməli, baxırıq ki, burada Heydər baba sözü xitabdır. Ümumiyyətlə bir neçə biz bəndlərdə görə bilirik Heydər baba xitabını. Hamısında yoxdur, amma yəni çoxsunda var. Deməli, baxırıq ki, yaz fəslidir, deyir, ildırımlar şaxanda, sellər sular şaqqıldayıb axanda, qızlar deyir ona cərgə ilə cərgə düzüb baxanda, deyir, salam olsun şöfqəti üzə nədir? Yəni, nurani simanızda, elünüzə, yəni xalqın simasına, mənim də deyir, bir adım gəlsin dilinizə. Bu vaxtda deyir, məni də bir yad eləyin, mənim də deyir, adım gəlsin dilinizə. Heydər baba, kəkliklərin uçanda, kol dibindən dovşan qalxıb qaçanda, bağçaların çiçəklənib açanda, bizdən də bir mümkün olsa yad elə, açılmayan ürəkləri şad elə. Burada da yenə də elə yaz fəslidir, kəklik quş adıdır, uçanda deyir, kol dibindən dovşan qalxıb qaçanda, bağçalar çiçəkləyib açanda, bizdən də bir mümkün olsa yad elə, bizlər də deyir bir mümkün olsa yad elə, açılmayan ürəkləri şad elə. Burada bir görürük ki, bir açılmayan ürək nədir? Yəni qəmgin ürəkləri. Deyir ki, sən bir qəmgin ürəklərdə şad elə. Əslində burada simvolik məna var. Yəni qəmgin ürək, yəni hansı ki o insanların ürəkləri qəmlidir də, yəni onlar nəzərdə tutulur. İndi sonra irəliləyən vaxtlarda elə əsas da ikinci hissədə, birinci hissənin sonlarında onsuz da bu qəmgin notlara toxunulur. Bayram yeli çardaqları yıxanda, Novruz gülü, qar çiçəyi çıxanda, ağ buludlar köynəklərin sıxanda, bizdən də bir yad eləyən sağ olsun, dərdlərimiz qoy tikəlsin dağ olsun. Burada bayram yeri bu elə bil ki, bu bayram yeli çardaqları yıxanda bayram yeli, yəni bayram küləyi, o Novruz bayramında tonqallar yandırılır, o yel çərşənbəsi ona bir işarə var burada. Yəni bayram gəlir artıq Novruz bayramı, yəni mart ayı, Novruz gülü, qar çiçəyi çıxır artıq. Ağ buludlar köynəklərini sıxanda bu da yaz yağışlarını göstərir burada. Bizdən də deyir bir yad eləyən sağ olsun. Bizlər də deyir yada salan sağ olsun. Burada alqış eləyir. Dərdlərimiz qoy tikəlsin dağ olsun. Yəni deyir dərdlər kiçik zəif olmasın da dağ kimi olsun deyir. Biz özümüz deyir dərdlərə qalib gələk. Dərdlər bizi əyməsin. Heydər baba, sənin üzün ağ olsun. Dörd bir yanım bulaq olsun, bağ olsun. Bizdən sonra sənin başın sağ olsun. Dünya qəzov, qədər, ölüm, itimdir. Dünya boyu oğulsuzdur, yetimdir. Burada bir Heydər babaya alqışı var. Deyir qoy sənin üzün ağ olsun, dörd bir yanın bulaq olsun, bağ olsun. Daha sonra dünya deyir qəzov, qədər, ölüm, itimdir. Dünya deyir boyu oğulsuzdur, yetimdir. Deməli, burada şair Heydər baba dağına deməli alqış və xeyir dua verir. Onun üzünün ağ olmağını və adının daim uca olmağını bildirir. Yəni deyir ki, biz gedəcəyik, sən qalacaqsan. Dünya da müsibətdir, ölümdür, ayrılıqlarla doludur. Sonra dünya deyir heç kimə arxa durmur da. Yəni dünya deyir onsuz da dünya boyu oğulsuzdur, yetimdir. Yəni hər kəs gəlir, gedir. Burada bir onu nəzərə çatdırıq. Heydər baba deyir, igid əmək itirməz. Ömür keçər, əfsus bərə bitirməz. Heydər baba deyir, yəni burada Heydər baba dağına müraciət edir ki, igid olan deyir kəs əməyi itirməz. Ömür də deyir keçər, əfsus ki deyir peşmançılıq, yəni peşmançılıqlar da fayda verməz də. Namərd olan ömrü başa yetirməz. Namərd adam deyir ömrünü başa çatdıra bilmir. Biz də vallah deyir unutmarıq sizləri, görənməsək halal edin bizləri. Biz deyir sizi unutmayacağıq, amma deyir görüşə bilməsək bir də əgər haqqınızı halal eləyin. Heydər baba, mirəclər deyir səslənəndə,
Kənd içinə səsdən küydən düşəndə, Aşıq Rüstəm sazını dilləndirəndə, yadındadır nə hövləsək qaçardım. Quşlar təkin qanad çalıb uçardım. Burada deyir Mirəjdər deyir Aşıq məclisini səsləyir. Aşıq Rüstəm də deyir sazını çalmağa başlayır. Onda deyir mən nə tez deməli yadındadır nə hövləsək qaçardım. Yadındadır deyir mən nə tez qaçardım. Özüm burada quşlara bənzədir ki, quşlar kimi deyir qanad açıb uçardım. Sonra 7-ci bəndə keçək. Deyir Heydər baba, quru gölün qazları, quru göl burada gölün adıdır. Gəzdiklərin sazaq çalan sazlarım. Kənd kövşənin payızları, yazları bir sinema pərdəsidir gözümdə. Tək oturub deyir seyr edirəm özümdə. Burada kəndin payız yaz fəsli, quru gölün mənzərəsi, sərt küləyin səsi, sanki deyir müəllifin xatirəsində bir kino pərdəsi kimi qalıbdı. Bunu deyir arada mən xatırlayıram. Özüm deyir arada oturub xatırlayıram. Sanki bir kino pərdəsi kimi, kino bir lent kimi gözünün önündən keçir. Heydər baba dağın daşın sərəsi, yəni dağın daşın üst səthi, sərə üst səthi. Kəklik oturur, kəklik deyir oxur, dalısında fərəsi. Kəklik deyir dağın arxasında oxuyur. Quzuların ağı bozu, quzuların da deyir ağı bozu qarası. Bir gedəydim dağ dərələr uzunu, oxuyaydım çoban qaytar quzunu. Burada özünü arzuluyur ki, yəni dağ dərələr uzunu gedəydim, çoban qaytar quzunu oxuyardım. Burada bir xalq mahnısının adı çəkilibdir. Xalq mahnısıdır çoban qaytar quzunu. Biçin üstü sümbül biçən oraqlar. Aha, biçin üstü deyir sümbül biçən oraqlar. Elə bil ki, zülfü darar daraqlar. O deyir biçini biçən oraqlar var ki, sanki deyir onlar saçı darayan daraqlara bənzəyir. Bir təşbeh işlədib burada. Şikarçı da ovçudur deyir. O ovçular bildirçinini soraqlayır. Biçinçilər ayranların içirlər, sonra da deyir yuxuya gedirlər. Yəni bihuşlanıb sondan durub biçərlər. Biraz deyir bihuş olarlar, amma sonradan deyir durub biçərlər. Qarı nənə gecə nağıl deyəndə fikir verirsiniz, bax burada da xalqın əmək fəaliyyətindən danışılır. Bax bu biçinçi, sümbül, sanki canlı xalq danışıq dilinə xatırladır bizə. Qarı nənə gecə nağıl deyəndə, külək qalxıb qapı pəncərəni, bacanı döyəndə, qurd keçinin şəngülüsünü yeyəndə, burada da şifa xalq ədəbiyyatından o şüngülüm nağılını xatırladıbdı. Mən qayıdıb deyir bir də uşaq olaydım, bir gül açıb ondan sonra solaydım. Yəni burada özünü arzulayır ki, kaş ki mən deyir bir də uşaq olaydım. Deməli yenidən deyir uşaq olub, sonra deyir yaşlaşaydım, sonra solaydım. Burada da deməli şifa xalq ədəbiyyatı nümunəsinə deməli görə bilirik biz. Əmməcanın bal çörəyini yeyərdim. Əmməcan da bibi deməkdir. Yəni bal bələdi nə deməkdir? Çörəyin arasına qoyulan bal yağ deməkdir. Sondan deyir üst donumu geyərdim. Sonra deyir durub paltarımı geyərdim. Bağçalarda trəngəni deyərdim. Trəngəndə Cənubi Azərbaycanlarda bir oynaq hava deməkdir. Yəni deyir bağçalarda oynaq bir hava deyərdim. Ay özümü əzdirən günlərim, ağac minib at kəzdirən günlərim. Deməli, burada o qayğısız keçən uşaqlıq illərini bir növ xatırlayır. O uşaqlar gəzir, atdan at. Deməli, ağacdan at düzəldib deməli gəzirlər. Həmin o günləri xatırlayır ki, ağac minib at gəzdirən günlərim. Həci xala çayda paltar yuardı. Həci əslində Həcər deməkdir. Yəni Həcər adının qısaldılmış formasıdır. Deməli çayda paltar yuyan kimdir? Həci xala. Məhəmməd Sadıq da damlarını suvuyur. Deməli damlarını suvayan kimdir? Məhəmməd Sadıq. Paltar yuyan kimdir? Həci xala. Heç bilməzdik deyir, dağdır, daşdır, divardır. Hər yan gəldi. Heç deyir biz bilmirdik də nədir, dağdır, heç təsir eləmirdi də uşaqlıq illərini xatırlayır burada ki, elə nə gəldisə şıllıq atıb aşardıq. Allah nə xoş qəmsiz yaşardıq. Bir növ keçən günlərini xatırlayır. Deyir ay Allah necə gözəl yaşayırdıq, necə qəmsiz yaşayırdıq.
Heydər Baba, bulaqların yarpızı. Yarpız da ətirli ot bitkisidir. Bostanların gülbəsəri, qarpızı, çərçilərin ağnobatı saqqızı, çərçi alverçi deməkdir. İndi də var damağımda dad verər, itkin gedən günlərimdən yad verər. Deməli bu çərçilər deməli nə idi? Alverçilər idi. O deyir alverçilərin satdığı o nabat idi, saqqızdı. Onlar deyir mənim indi də deyir damağımdan dadı getməyibdi. Sanki deyir itkin gedən günlərimi yadıma salır. Keçmiş gedən, yəni itkin gedən deyəndə, yəni keçmiş günlərimi yadıma salır deyir. Bayram idi. Burada bayramla artıq işarə var. Bayram idi deyir gecə quşu oxuyurdu. Burada bir növ bayram adət-ənənələrini xatırlayır. Adaxlı qız deyir bəyinin corabını toxuyurdu. Hər kəs şalın bir bacıdan soxurdu. Burada o papaq atdı, hal-hazırda papaq atdı deməli adəti var ki, ona bir işarədir. Ay nə gözəldir qaydadır şal sallamaq, bəy şalını bayramlığın bağlamaq. Nə gözəldir qaydadır şalı sallamaq, bəy şalına bayramlıq bağlamaq. Şal istədim deyir, mən də evlə ağladım. Bir şal alıb tez belimə bağladım. Qulamgilə qaçdım, şalı salladım. Fatma xala mənə corab bağladı. Xan nənəmi yada salıb ağladı. Deməli, Şəhriyar burada özü qeyd edir ki, həmin deyir il var ki, bu ağlayıram. Mən də deyir tez ağladım ki, evdən bir şal götürüm. Həmin Şəhriyarın nənəsi xanım, nənə ölübmüş. Onlar da deməli Şəhriyar da ağlayıb ki, bayram keçirsinlər də, istəyib ki, şal istəyibdi. Ona görə evdən şal götürübdü. Qulam da onun xalası oğludur. Yəni Qulamgilə gedibdi, şal sallayıbdı. Fatma xalası da Şəhriyarın xalasıdır. O da corab veribdi Şəhriyara, yəni şal sallamağına görə və Fatma xala xan nənəni yada salıbdı, ağlayıbdı. Bayram olub qızıl palçıq əzərlər. Burada da yenə xalqın adət-ənənəsini görürük. Bayram, yəni Novruz bayramı zamanı. Naxış vurub otaqları bəzərlər, yəni otaqları bəzəməyindən danışılır. Taxçalara düzmələri düzərlər. Taxça da divarın içərisindən açılan oyuqdur. Qız gəlinin fındıqçası, hənası. Fındıqça bilirsiniz nədir? Çırtma çalmaq. Həvəslənir anası, qaynanası. Elə təsəvvür edin ki, bayramdır, hər tərəf bəzənibdir. Sonra divarlar bəzənibdir. Qız gəlin də deməli çırtma çalır, əlləri hənalıdır. Onlara da anası, qaynanası baxır, həvəslənir. Bir növ xalqın adət-ənənəsindən xəbər verirlər. Yumurtanı yumurta boyamasından danışılır burada. Novruz yenə adət-ənənələrini görürük. Yumurtanı göyçək güllü boyardıq. Çaqqışdırıb sınanların soyardıq. Yumurta döyüşmək adəti var burada da. Oynamaqdan heç deyir doyardıq. Əli mənə yaşıl aşıq verərdi. İrza mənə Novruz gülü dərərdi. Deməli əli nə verir? Yaşıl aşıq. İrza da nə edir? Novruz gülü dərir. Deməli, daha sonra Novruzəli xərməndə vəl sürərdi. Xərməndə, deməli xərməndə vəl sürərdi. Vəl də alətdir. Öküzü ona qoşub, deməli xırmanı döyürlər. Gahdan yenib küləşlərin kürərdi. Mən buradan keçməmişəm irəli. Kitabdan oxuyuram. Bir dəqiqə açım sizə oranı. Biz hardaydıq? Üzr istəyirəm, buradan keçməmişəm. Buradayıq. Bayram olub qızıl palçıq əzərlər. Buranı oxuduq. Deyir Novruzəli xərməndə vəl sürərdi. Telefona baxanda çox gözüm ağrıyır, ona görə kitabdan oxuyuram. Gahdan deyir yenib küləşlərin kürərdi. Dağdan da bir çoban iti hürərdi. Onda gördüm ulaq ayaq saxladı. Dağa baxıb qulaqların şaxladı. Deməli, ulaq deyir ayaqlarını saxlayır. Dağa baxıb qulaqlarını şəkləyir. Burada deməli xırmanda vəlin sürülməyindən danışır. Daha sonra çoban itinin hürməyindən danışılır. Qış gecəsi tövlələrin otağı, kəndlilərin oturağı, yatağı. Buxarda yanar odun yanağı, şəbçərəsi, girdəkanı, iydəsi. Şəbçərəz, deməli şam yeməyindən sonra yeyilən meyvədir. Girdəkan da qozdur. İydə də özünüz yəqin ki bilərsiniz. Deməli bu iyli bitkidir. Toz halında meyvəsi olur.
Kəndi basar, gülüb danışmaq səsi. Yenə də qış gecələrindən, o gözəl keçən qış gecələrindən danışılır ki, kəndlər oturağı, yatağı, tövlələrin otağı, buxarda yanar odun yanağı, yəni peçdə yanan odundan, sonra nə bilim yediyi meyvələrdən, gülüb danışmaq səslərindən danışır. Bir növ o gözəl xatirələrindən danışır. Heydər baba nənə qızın gözləri, Rəşxəndənin şirin-şirin sözləri. Şəhriyar özü də qeyd eləyir ki, nənə qız və Rəşxəndə onunla yaşıddır. Eyni zamanda onun qohumları olubdur. Nənə qız və Rəşxəndə. Onların deyir şirin-şirin sözləri, türkü dedim oxusunlar özləri. Bilsinlər ki, adam gedər ad qalar, yaxşı pisdən ağızda bir dad qalar. Deməli, deyir türkü dedim ki, oxusunlar ki, adam gedər ad qalar. Adamlar deyir gedər, amma adı qalar. Yaxşıdan pisdən ağızda bir dad qalar. Yaxşı gedəndən pis gedəndən bir yadigar qalar da, bir növ dad qalar. Yaz qabağı gün qineyi döyəndə, kənd uşağı qar qülləsin sövəndə, kürəkçilər dağda kürək sürəndə, deyir kürəkçilər dağda kürək sürəndə, mənim ruhum elə bilin ordadır, kəklik kimi batıb qalıb qardadır. Sanki deyir, o yaz qabağı gün güneyi döyəndə yaz gəlişi deyir, o kənddəki uşaqlar da kürəkçilər deyir, kürəklərin sürəndə, mənim də deyir elə bir ki, ruhum ordadır. Kəklik kimi batıb qalıb qardadır. Sanki deyir, mənim də ruhum ordadır. Özüm orada olmasam da ruhum ordadır. Qarı nənə deyir, uzadanda işini, ruhum deyir elə bir ki, həmin o hissədə qalıb da mənim. Qarı nənə deyir, uzadanda işini, gün buludda əyirərdi teşini. Teş bilirsiniz nədir? Yəni sadə əlmil edim, ət döyün şəklində olur. Ondan yunu əyrirlər. Bir növ elə bir ki, günün buluda dolanmasını, bir növ elə bir ki, burada əyirərdi teşini ona bənzədir. Yəni teşə bənzədir, teşiyə bənzədir o günün buluda dolanmağını. Qurd qocalıb çəkdirəndə dişini, sürü qalxıb dolaydan aşardı. Badyanların südü aşıb daşardı. Qurd deyir qocalanda, sürü deyir dolaydan aşardı. Badyanların südü, yəni südləri deyir çox olardı həmin vaxt heyvanın. Sonra bostan pozub gətirərdik aşağı. Doldurardıq evdə taxta tabağı. Bostanları deyir, məhsul yığımı vaxtı nəzərdə saxlayır ki, bu nəzərə çatdırır ki, həmin vaxt deyir doldurardıq evdə taxta tabağı, nə varsa hamısını məhsulla doldurardıq. Təndirlərdə bişirərdik qabağı. Qabağı da deyir balqabaqdır da. Özün deyir yeyərdik, balqabağın özünü yeyərdik, toxumlarını da çırtlayardıq. Çox yeməkdən deyir lap az qala çatlardıq. O qədər yeyərdik ki, az qala çatlayardıq. Vəzirğandan armud satan gələndə, Vəzirğan bir kənd adıdır. Həmin kənd daha çox meyvələri ilə məşhur olubdur. Vəzirğandan deyir armud satan gələndə, uşaqların deyir səsi düşərdi kəndə. Yəni uşaqların səs-küyü deyir sevinərdilər. Kəndə səslər düşərdi. Biz də deyir bu yandan eşidib biləndə şılla qatıb bir qışqırıq salardıq. Buğda verib armudlardan alardıq. Deməli, armud satır Vəzirğandan gələn və bu uşaqlar da buğda verir. Buğda verirlər, əvəzində armud alırlar. Şəhriyar da elə öz qeydində bildirmişdi ki, ən çox da elə uşaqların sevindiyi o idi ki, pul vermirdilər, buğda verib alırdılar. Heydər baba ağacların ucaldı, amma hayıb cavanların qocaldı, toğulların arıqlayıb acaldı. Kölgə döndü, gün batdı, daş qərəldi, qurdun gözü qaranlıqdan bərəldi. Burada görürük ki, deyir ağaclar ucalıbdı, amma cavanlar da qocalıbdı. Toğrular acılından arıqlayıbdı. Kölgə deyir döndü, gün batdı, qaş qaraldı. Kölgə deyir getdi, kölgə gəldi, gün batıbdı, artıq qaş qaraldı. Qurdun gözü deyir qaranlıqdan bərəldi. Xoş günahı yaman günah kimsə. Artıq burada görürük ki, bir növ birinci hissənin sonuna yaxın artıq görürük ki, biraz ictimai məsələlərə də toxunulur, qəmgin notlara da toxunulur. Xoş günahı deyir yaman günah kimsə alıb, seyidlərdən kim qırılıb, kim qalıb, Amir, Qafar, dam daşını kim alıb, bulaq yenə gəlib gölü doldurur. Ya quruyub bağçaları soldurur. Burada bir növ məlumat alır ki, xoş günahı deyir bu yaman günə kim salıb axı, kimlər qırılıb, kimlər qalıb. Amir Qafar deyir damdaşını kim alıbdı? Bulaq yenə deyir gəlib gölü doldurur. Ya quruyubdu deyir bulaq quruyub, yoxsa yenə gəlir.
Sonra Amir Qafar Seyidlərin tacı idi. Ümumiyyətlə Amir Qafar Xoşgünabın ən hörmətli seyidlərindən biri olubdu. Şirin dil, xoş sima, xoş sifət biri olubdu. Bir növ varlılardan alıb kasıblara verən birisi olubdu. Şahlar şikar etməsi qıyqacı idi. Mərdə şirin deyir, Amir Qafar görürsüz deyir, mərdə şirin, namərdə acı idi. Yəni varlardan alıb bir növ kasıblara verirdi. Məzlumların deyir haqqları üstündə əsərdi. Zalimləri qılınc tək kəsərdi. Məzlumların haqqını qoruyur, zalimləri isə qılınc kimi kəsirdi. Mir Mustafa dayı Ucaboy baba. Mir Mustafa dayı da elə bir ki, Şəhriyarın atasının dayısı olubdu və onun bir növ burada xarici görkəmini verir ki, Mir Mustafa dayı necə idi? Ucaboy idi və üzdə Tolstoya oxşayırdı. Heykəlli, saqqallı deyir Tolstoy baba. Deməli, Tolstoy baba hətta yəni belə danışanda belə insanları güldürürmüş də. Onun adi söhbətləri belə insanları güldürürmüş. Ona görə deyir ki, eylərdi yas məclisini toy baba. Çünki adi söhbətləri belə insanlara gülüş bəxş eləyirmiş. Xoşgünabın abi Rusi Ərdəmi, məscidlərin, məclislərin görkəmi, yəni məscidlərdə məclislərin görkəmli şəxsiyyəti imiş Mir Mustafa dayı. Sonra mənim atam süfrəli bir kişi idi. Atasını necə göstərir? Süfrəli bir kişi. Deməli, Türkün dili şeirində də deyir ki, sabir kimi kişi pəxil olmaz. Orada da belə bir qeyd var idi. Atasının adı olubdu Mir ağa, Xoşginabi. Atası da xoş sifət, xoş sima bir seyid olubdu. Səxavətli olubdu. Bir növ eli obanı düşünən bir insan olubdu. Deyir, atam süfrəli bir kişi idi. Yəni ürəyi açıq, süfrəsi açıq bir kişi idi. El əlindən deyir, tutmaq onun işi idi. Elə kömək eləmək, arxa olmaq onun işi idi. Gözəllərin axıra qalmış idi. Ondan sonra deyir, döngələr dönüblər. Məhəbbətin çırağı deyir, ondan sonra sanki sönüblər. Səhər tezdən deyir, naxırçılar gələrdi. Naxılçı da mal-qaranı otaran deməkdir. Qoyun quzu dambacıdan harda qaldıq? Aha. Deməli, səhər tezdən naxırçılar gələrdi, qoyun quzu dambacadan mələrdi. Əmməcanın körpələrin bələrdi. Təndir bir növ uşaqlıq xatirələrini yenə xatırlayır ki, səhər tezdən naxırçılar gələrdi, mal-qaran otaranlar, deyir qoyun quzu dambacadan mələrdi, sərsər əməl ellər axı heyvanlar. Bir növ elə bir ki, o qədər gözəl yazılıb ki, sanki bunu oxuduqca sanki bir növ kənd həyatı insanın gözünün önündə canlanır. Yəni çox gözəl bir poemadır. Əmməcanım deyir, bibim də deyir, körpələrin bələyirdi, təndirlərin qovzanardı, təndirlərdən də səhər-səhər tüstü çıxır, çörəklərin gözəl iyisi ətrafa yayılır. Göyərçinlər deyir, dəstə qalxıb uçarlar, gün saçanda qızıl pərdə açarlar. Burada bir növ səhərin açılışın, açılmağın yəni göstərir. Gün işığı deyir, açılır, gün saçanda qızıl pərdə açarlar, qızıl pərdə açıb yığıb qaçarlar. Gün ucalıb artar dağın cəlalı, təbiətin cavanları. Günün bir növ çıxmasını burada poetik dillə əks etdiribdir. Gün çıxanda deyir, sanki təbiət də cavanlanır. Təbiətin deyir, camalı, yəni üzü cavanlanır. Heydər, yəni gözəlləşir də, bir cavanlaşır deyəndə, yəni gözəlləşir. Heydər baba, qarlı dağlar aşanda, gecə karvan yolub azıb çaşanda, mən hardasam Tehranda ya Kaşanda, uzaqlardan gözüm seçər onları, xəyal gəlib aşır keçər onları. Heydər baba, burada Tehranın, Kaşanın adı çəkilibdir. Heydər baba ümumiyyətlə bir növ vətən rəmzi kimi çıxış eləyibdir. Heydər baba, göylər bütün dumandır. Burada bir növ artıq görürük ki, Cənubi Azərbaycanlıların haqlarının əlindən alınmağına bir növ işarədir bu bənd. Günlərimiz deyir, yaman bir-birindən yamandır. Bir-birimizdən deyir ki, Heydər baba, göylər bütün dumandır. Sanki dumanlıdır. Burada bir simvolizm var. Yəni o elə bil ki, xalqın həyatının pis olmağının işarədir. Bizim deyir günlərimiz bir-birindən pisdir. Bir-birimizdən deyir ayrılmayın, amandır. Sonra deməli yaxşılığı deyir əlimizdən aldılar. Yaxşı bizi yaman günə salıblar. Bizi deyir yaxşılığı əlimizdən aldılar. Yaxşı bizi yaman günə saldılar. Bizi də deyir yaman günə saldılar.
Sonra bir soruşun bu qarğınmış fələkdən, sanki deyir qarğanmış fələkdən bir soruşun ki, nə istəyir bu qurduğu kələkdən? Bu qurduğu deyir kələklə nə istəyir? Deynən keçir ulduzları ələkdən, bir deyir ulduzlara bax gör, qoy tökülsün bu yer üzü dağılsın, bu şeytanlıq qurğusu bir yıxılsın. Sanki deyir ki, bir ulduzlardan soruş, bir problemin deyir həllini bir ulduzlardan soruş görək, bu yer üzü deyir dağılsın, bu şeytanlıq qurğusu deyir bir yıxılsın. Bir uçaydım bu çırpınan yel ilə, burada da bir küləklə uçmağı arzulayır. Bağlaşaydım deyir dağdan aşılan sel ilə, birləşəydim deyir sellə. Ağlaşaydım uzaq düşən el ilə. Sanki deyir o uzaq düşən elin şərik çıxardım, onların dərdinə şərik olardım. Bir baxaydım görəydim ayrılığı kim salıb, ölkəmizdə kim qırıldı, kim qaldı. Heydər baba, mərd oğullar doğginə. Burada da elə bir ki bir Heydər Baba dağına müraciət edir. Deyir, igid mərd oğullar yetişdir Dolginən. Həmin o mərd oğullar deyir, namərdlərin burunlarını ovsun. Gəldiklərdə qurdları tutboq kinən, deməli o qurdları deyir tutboq kinən gəldiklərindən. Qoy quzular deyir ayın şayın otlasın. Qoyunların da deyir quyruqların qatlasın. Deməli, Heydər Baba deyir, sənin könlün şad olsun. Heydər baba sənin könlün şad olsun. Qoy deyir dünya varkən ağzın dolu dad olsun. Səndən keçən tanış olsun, yad olsun. Deyinən mənim şair oğlum Şəhriyar. Bir ömürdür qəm üstünə qəm qalar. Bir ömürdür deyir qəm üstünə qəm qalır. Burada da yenə də dağa alqışın görürük və son bənddə görürük ki, Şəhriyar öz adını çəkibdi birinci hissənin son bəndində, lakin özünə müraciət etməyibdi. Sadəcə adı çəkibdi. Və ümumiyyətlə Şəhriyar poemada öz obrazını da canlandırmışdı. İkinci hissəni də indi təhlilinə digər videoda baxarıq.